Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəzov tərəfindən növbəti səyyar qəbul keçirilib. Qəbul Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində təşkil olunub. Tədbirdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də yerli sakinlər iştirak ediblər. Şəhər rəhbəri səyyar qəbulların keçirilməsinin əsas məqsədinin vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların gündəlik həyatında qarşılaşdıqları çətinliklərin yerində öyrənilməsi və operativ şəkildə aradan qaldırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qəbul zamanı sakinlər tərəfindən əsasən sosial təminat, məşğulluq imkanlarının genişləndirilməsi, mənzil məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərlə bağlı məsələlər və digər aktual problemlər qaldırılıb. Müraciətlərin bir hissəsi yerində araşdırılaraq müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyatı qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Onların icrası nəzarətə götürülüb. Qeyd edək ki, Sumqayıt şəhərində sakinlərin müraciətlərinin vaxtında araşdırılması və operativ həlli məqsədi ilə səyyar qəbullar mütəmadi olaraq keçirilir. Elvin Qudrətov, Şəmstan Fikrətdiyel, Burus İsmailov, Bugün informasiya proqramı üçün.